16 ilə bağlı bir şey demək istəyirəm. Görün, burada bir məqam var idi. Onu deyim, 17-yə keçək. Burada tələbələr engage sözünü görüb, bu engage ilə bunu qarışdırır. Deyir, müəllim, məsələn, engage burada ta ki, nişanlanmaq anlamında veriblər. De, elə deyil. Deyir ki, doğrudan mən bilmirdim ki, onlar hətta nişanlıdırlar. Bu da deyir ki, sən onun barmağındakı üzüyü görməmsən. Uşaqlar, engage bəli, nişanlanmaq anlamında var. Eyni zamanda engage in ifadəsi isə nişanlanmaq deyil. Və bu inlə veriləndə nəyə-nəsə məşğul olmaq, nəyəsə cəlb olunmaq anlamında gedir. İndi burada demək istəyir ki, mən eşitdim ki, o sui-qəsdlə, yəni sui-qəsdə uğrayıb da, bu o anlamdadır. Yəni sözümün canı ona getirmək istəyirəm ki, in verəndə engage in nişanlanmaq anlamında getmir. Bax, yadda saxlayın. Bir də kimlənsə nişanlanmaq ola bilər, orada insan adını da versin, ta ki, filan kəslə nişanlandı. Orada o filan kəsin adını verəndə engage özündən sonra da şey gəlməlidir. To. Engage to, məsələn, atıram özümdən bir ad, Günel yazıram bura. Yəni, nə bilim, Əli yazıram, tutaq ki. Yəni, nişanlanmaq anlamında engage-dən sonra insan gələndə onu to-la verirlər. Engage to. Okey, bu da normaldır da. Bax, fikir verin, istiqamət var, nişanlanıb. Kimdən? Yəni, bir istiqamət var, elə deyil uşaqlar. O istiqamət də mən nə ilə göstərirəm ingilis dilində? Əslində, to-dur da istiqamət göstərən feil. Söz önü daha doğrusu. Gəldim 17-yə. Dostlar, 17 mürəkkəb tamamlıqdır. Bax, testə baxanda əgər zaman görmürsənsə, nə bilim, əvəzlik yoxdur burada, ya nə bağlayıcı görürsünüz, bunların heç biri yoxdur da. Ya elə olanda şey olur, mübtəda xəbər uzlaşması. Ki, mübtəda tək olanda xəbər tək olmalıdır, cəm olanda xəbər cəm olmalıdır. Ya da ki, mürəkkəb tamamlıq olur. Mürəkkəb tamamlıqda məsələ nədir? Bir dənə fikir verin. Bu Word-dən yazmaq istəyirəm. Bir dəfə də yazım mən bura. Bəzi feillər var. Məsələn, bəzi feil deyəndə gəl 3 qrupa bölək, belə real formada. Var uşaqlar, let və make. Let və make mürəkkəb tamamlıqda olanda, make-in mənası olur vadar etmək, məcbur etmək. Vadar etmək, məcbur etmək. Let-dəki icazə verməkdir anlamı. Bunlardan sonra gələn feil sadə olmalıdır. İcazə verməkdir. Yəni, bu ikisindən sonra feil gəlirsə necə götürürəm? Sadə. Nə to olmaz yanında, nə də ki, ayıncı olmaz. Və yadda saxlayın. Nə to olmaz, nə ayıncı. Məsələn, yazıram bura. She made me. O məni vadar etdi ki, she made me. Məsələn, bu evi təmizləməyə vadar elədi məni, məcbur elədi. Yazıram clean the house. Clean the room yazaq da, otağı təmizləməyə vadar elədi. Fikir verin. Clean the room. Bax, uşaqlar, make. İndi bunun keçmişidir, o da ola bilər. Problem həmişə indiki zamanda olmayacaq ki. Burada gələn feilə baxın, clean-ə. Rəngini dəyişirəm. Bax, bu sadə verildi. Söhbət bundan gedir. Məsələn, cleaning yaza bilməzdim. Ya qabağına, məsələn, bunun to ata bilmərəm. Olmaz yəni. Belə bir şeylə vermək olmur. Let və make tamamilə sadə götürülür. İndi keçirəm uşaqlar, bu birinci qrupdur. Bir də var ikinci qrup feillər. Onlar hansılardır? Başlayıram şeydən, C-dən. C, bunun keçmişi sonu da görmək olar. Feel nə deməkdir? Hiss etmək. Elə deyil. Keçmişi felt ola bilər. Felt olur daha doğrusu. Watch nə deməkdir? İzləmək. Qaydalı feildir deyə keçmişi id ilə düzəlir. Niyə görə keçmişlərini yazıram? Çünki mürəkkəb tamamlıqlı uşaqlar həmişə indiki zamanda vermir də feili. Bəzən keçmişdə də verə bilər. Watch yazdım. Sonra hear feili var. Bunun keçmişi qaydasız deyə kökündən dəyişir. Heard olur. Sonra notice var. Fərqinə varmaq, hiss etmək, görmək. Bu da qaydalıdır. İd ilə düzəlir. Hansı qaldı? Bax, 6 dənədir. Birini yazmadım. Hansını yazmamışam? Kim deyər? Üçüncü qrup payı. Observe, bəli, müşahidə etmək. Bunu mən belə sıx yazım, yanaşı yazım. Bir-birinə yanaşsın. Və müşahidə etmək. Bunlardan sonra gələn feil.
Bunlarda iki dənə seçim var. Baxın, sadə də deyir götürə bilərsən və eyni zamanda feilin kökündə ing də ola bilər. Yəni, e, feil, ing də yazmaq olar. Bu testdən asılıdır. Məsələn, deyə bilərsən ki, müəllim, mən nə bilim, sadə qoyum ya ing-li qoyum. Orada səni heç kim ona məcbur eləmir ki, məsələn, iminli bunu götür. Sadəcə varianta baxırsan da, sadədirsə sadə götürürsən, ing varsa ing-li götürə bilərsən. Bir dənə məsləhətim nədir uşaqlar? Bəzən ola bilər, sizə cümlədə and-dən versin. Məsələn, yazsın ki, I saw children nöqtə, 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 and nöqtə, 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 nöqtə. And nə böyüdür bu? Belə olanda iki dənə yazanda so'ya görə bilirsən də nə yaza bilərsən? Ya sadə ya ing. Amma çalışın ikisini də eyni götürün. Ya iki dənə sadə feil götürməyə çalışın, ya da iki dənə ing-li feil götürməyə çalışın. Yəni birini sadə, birini ing olmaz. Ta ki belə bir şey. Yazın bura play. Məsələn, burada yazıram. Nə yazaq? Play and gəlin bura go yazaq. Bura play yazaq. Yəni go outside çölə çıxarkən və oynayarkən gördüm. Burada playing yazaq. O belə olmaz. Məsələn, birini sadə, birini ing ilə verə bilmirəm. Ya ikisi də ing-li olmalıdır, ya da ikisi də nəli olmalıdır? Sadə. Çünki and bilirsiniz də uşaqlar, and nə yaradır? Həmcins üzv. Yəni bir-biri ilə eyniləşməlidir. Belə, bax, bunlardan sonra, bu 6 dənədən sonra da 6 dənə feil yazdım. Bunlardan sonra da ya sadə, ya da ing-li götürürsünüz. Bu öz yerində. Okey. Yerdə qal. Hə, yaxşı, bir dənə gözləyim. Onda bunda uşaqlar yaxınlaşdırın bir-birinə. Mən səbirli olun. Gözləyim, bunu necə edin? Hə, belə, götürün. Götürə bildiniz. Uşaqlar, bu deməli feillərdən, bax, birinci qrupda 2 dənə feil oldu, let və make. Digərlərində də 6 dənə feil oldu. See, feel, watch, deməli, hear, notice və də observe. İndi dostlar, bu feillərdən yerdə qalanı, yəni bu 8-ini çıxmaqla yerdə qalanı gedir 3-cü qrup. Onların sayı çoxdur deyə əzbərləmirsiniz. Sadəcə, məsələn, ask götürürəm, bayaq kimsə dedi, ya sizin testdə olan tel götürürəm, ya nə bilim, want yazıram və yaxud da would like yazıram. Bax, fikir verin, bunlar o siyahıda yoxdur ki, bu yuxarıdakilərdən yoxdur. Deməli, onda bu fərqlənir. 3-cü qrupa aiddir. 3-cü qrupun feilləri də özündən sonra nə götürür mütləq şəkildə? To-lu feil götürür. Uşaqlar, bura V1 yazdığım, yəni feil deməkdir də. Məsələn, to play, to go anlamında. Bax, bir daha fikrimi təkrarlayıram. Let və make-i çıxmaqla, bir də o ikinci qrupdakı feilləri çıxmaqla yerdə qalan nəyi görsəz, o hansı qrupa gedir? 3-cü qrupa. 3-cü qrupun feilləri də özündən sonra nə götürdü? Özündən sonra götürür to. İndi qayıdıram bir dənəsinin testinizə. Fikir verin bir dənə. Yox, sadəcə sadə. ing olmaz. Burada ucu görürsünüz totdur, yəni tel. Bu fikirləşirəm ki, hə, mən yuxarıdakı nə 1-ə aiddir, nə 2-yə. Bu 3-ə aiddir. Qabağında to-su olmalıdır. Amma uşaqlar, to qarşısında olmalıdır. Məsələn, yenə də birini belə qoyub, birini to-la qoymaq olmaz. Qalır A-la Y. İndi hansını götürüm? Yadda saxlayın. And olanda to-nu birinə yazacaqsınız. And varsa, to birinə yazılır. Hər ikisinə yazılmaz. Yəni, buna yazdığım to həm də gedib bu voşa aid olur. Bunu da çıxdınız, qalır hansı variant? Y variant. Aydındır. Qalar, 18-də problem yoxdur. Rəyə bölməsində falan yazmayıblar məsələn. Rəyə. Baxaq. Dostlar, 18 zamanlardır, amma
e, mən burada nəyə baxıram? Birinci uzlaşmaya. Ola bilər deyərsən ki, müəllim, məsələn, çünki çox tələbənin problemi uzlaşmada olur. Niyə görə uzlaşmada olur? Məsələn, deyir ki, müəllim, mən nə bilim uzlaşmaya baxım ya yox. Onda niyə görə sual verirlər? Çünki elə dərs olur, uzlaşmaya baxmıram, elə dərs olur, baxıram. Uşaqlar, bu sadə cümlədir. Bax, fikir verin. Yəni, bu, belə deyək də, sadə deyəndə, yəni bir-birindən asılı cümlədir. Sadə deməyim o idi ki, yəni bunlar bir-birindən asılı cümlədir. Biz nə vaxt baxmırıq uzlaşmaya? O cümlədə vergül olanda, o cümlə but-la ayrılanda, but nə deməkdir? Amma, because-la ayrıla bilər, məsələn, çünki anlamında. Bunlar şey yaratmır, asılı cümlə yaratmır. Amma bu cümlədə, bu tərəfdə bir-birindən asılıdır. Çünki nə vergül var, nə but var, nə because var. Ona görə də mənim uzlaşmam ödənməlidir. Si indiki zamandır, had keçmiş olmadı. So keçmişdi, are indiki yenə uzlaşmadı. Have indiki zamandır, were keçmiş yenə alınmadı. Y-də də so keçmişdi, have indikidir. Yenə alınmadı, qalır hansı variant? C. Sonra bəzən nə soruşurlar? İndi bilmirəm, bəlkə də sizə sual deyil, qabaqcadan deyirəm. Deyir müəllim, for olanda axı biz bitmiş zaman götürürdük. Çoxu ona görə ya A yazır, ya da Y variantı yazır. Uşaqlar, bitmiş zamanı götürəndə biz necə danışmışdıq? Fordan sonra nə gəlməli idi mütləq? For zaman olmalıdır. For məsələn, for years, 4 ildir ki. Yəni fordan sonra zaman gəlsə əgər bitmiş zaman götürə bilirsən. Burada nə gəlib? Nəsə. Burada for üçün anlamındadır. Nəsə üçün. Yəni onun heç bir zaman şeyi yoxdur artıq. Zaman zərfi kimi bir rolu yoxdur. Belə. Ona görə qalır C variantı. Kim aydındır, kimi səhvdirsə anladı. Problem yoxdur. Onda 19-a baxaq. Deməli, uşaqlar, 19 necə yazaram? Baxın, bu miqdar saylarıdır. Bəlkə də bu qəbulda gəlib düşə bilər. Çünki bu neçə vaxtı yoxdur. İndi məsələ nədir? Birinci gəlin ikinci tərəfdən başlayaq. Species. Bax, sondakı S-i görə bilirsiniz. Bu nə deməkdir? Bu o deməkdir ki, sənin cümlən nədədir? Sözün daha doğrusu cəmdədir. Bax, fikir ver. Species. Elə deyil. Cəmdə olduğuna görə little-dan sonra cəm isim gəlmir. B getdi. Much-dan sonra cəm isim gəlməz. D də getdi. Öz işim. Sonra uşaqlar, buradakı hot sifətdir. İsti deməkdir, elə deyil. Hotun anlamı nədir? İsti. Bir sifətin kökünə, bax fikir verirsiniz uşaqlar, hotdur yazıblarsa, yer qoşublarsa, bu o deməkdir ki, daha isti, müqayisə bildirir. Bunun qabağına gətirib təzədən mor qoya bilməzsən. Morla yer düşmandırlar. O belə yadda saxlayırsınız. Yəni, əgər sifətə er qoşubsa, yer qoşubsa, onun qabağına mor qoya bilmirəm. Niyə görə? Çünki mor özü də müqayisə dərəcəsini yaradır, yer də. Yəni, biri ilə yaradaram da, ya yer qoşaram, ya da mor qoşaram. Fərqi bilmək istəsəz, uşaqlar, mor daha çox nəyə qoşulur? Mor daha çox hecalı sifətlərə. Məsələn, more beautiful. More beautiful, məsələn. Belə götürmək olar. Yerdəki şeylərə qoşulur, tək hecalılara. Məsələn, cold, colder formasında. Uzun sözün qısası, yəni yerlə mor eyni anda ola bilməz. Çünki ikisi də eyni funksiyanı daşıyırlar. Moru da buradan sildiniz. Qalıram uşaqlar, A və S hansı variantı götürüm? Burada iki variant arasında mən tərcüməyə baxaram. Çünki belə götürəndə A da düz gəlir, S də düz gəlir qrammatik baxımdan. Yəni, nə demək istəyir? Yer kürəsi istiləşir də ildən ilə. İstiləşirsə və deyir, bu belə davam eləsə, onda nə olar? Çoxlu bitki növü məhv olar. Elə deyil, yox olacaq da. Yəni, əgər yer kürəsi gündən günə, ildən ilə istiləşirsə, bu belə davam eləsə nə baş verə bilər? Çoxlu növ bitkilər, heyvanlar məhv olacaq. Ona görə də C-ni götürmək daha düzdür, nəinki A-nı. Aydındır bu fikrim uşaqlar sizə, dostlar. Aydınsa növbətində yoldaşlar, başqa nəyə baxaq?
20. Okey olar. 20. Deməli dostlar, ev sözünün qabağında sözünü işlənmir. Yadda saxlayın. Deyə bilərsiniz, müəllim, həmişəmi işlənmir. Bir dənə istisnası var. Evdə anlamını versə, evdə, dadə. Əgər evdə anlamını versə, at sözünü qoya bilərsən. Məsələn, stay at home. Nə ilə? Evdə qal. Fikir verin. Stay at home. Evdə qal. Bir daha deyirəm. Evdə siz ev sözünün qabağına o zaman sözünü qoya bilərsiniz ki, o nə anlamı versin? Evdə anlamını versin. O zaman da ət qoymaq olar, dadə anlamında. Yerdə qalan hallarda sən sözünü qoymursan. Bu da demək istəyir ki, evi tərk etmədən, fikir verin, evi. Evdə demədim ki, evi dedim. Demək, qabağa nə qalmalıdır? Boş. O da ki, bir dənə ceydədir. Bizatdakı bilirsiniz də, madam, mədən, sız, siz, tuz, düz kimi gedir. Deyir ki, evi tərk etmədən, madam, mədən, shopping eləmək nədir? Hal-hazırda mümkündür. It is possible. Aydındır fikrim. Hə, mütləq idi düşməlidir, mütləq uşaqlar. Baxın, dazda es düşür. Bunu unutmayın. Əgər daz yazıramsa, es düşməlidir. Bu mütləq şərtdir, dəyişmir. Did yazıramsa, idi düşməlidir. Bu da mütləq şərtdir. Bir də mən sizə nə demişdim? Təsdiqdə, bax, inkarda demirəm, dostlar. Çünki bir mənalı əzbərləmək adama fayda verməz. Çünki o gün tələbə mənə deyir ki, əyani dərsdə, müəllim, siz demişdiniz ki, didlə, məsələn, did deyəndə do, does, did nəzərdə tutur da. Do, does, didlə əsas feil yanaşı gəlməz. Amma, uşaqlar, mən bunu dərsdə belə demişəm. Təsdiq versiyada yanaşı gəlmir. İnkarda onsuz sən bunu belə verməlisən və come'ın inkarını necə düzəldə bilərsən? Ya don't come deyirsən, ya doesn't come deyirsən, ya da didn't come deyirsən. Mən dediyim hansı versiyadır? Bax, yenə təkrar edirəm. Təsdiq. Yazıram burada. Təsdiq versiyada do, does, did, bunlardan sonra feil gəlmir birbaşa. Baxın, B-də did come olmaz. C-də did invite olmaz. D ümumiyyətlə səhvdir. Didə görə idi düşməli idi. Bu da getdi öz işinə. Yerə də uşaqlar, did yazmışamsa, bu keçmiş zamandır da, S-lə bunu verməyin nə mənası var? Yəni, keçmiş zamandırsa invite yazardım da və S-i bura nəyə görə əlavə eləmişəm? Bir tərəfim keçmişdir, bir tərəfim də indiki zaman. Çox qeyri-müəyyənlik yarandı. Ona görə doğru cavabım qalır A variantı. Sonra, aydındırsa bu növbətini deyin. Baxalım. Dostlar, deplete sözü tükənmək demək. Tükənmək. Amma not depleted yazıbsa qabağına və well used yazıbsa, yəni istifadə ediləndə tükənməyən, baxıram, temporary müvəqqəti deməkdir. Constant nə deməkdir? Kim deyər? Constant. Sabit, dəyişməyən. Uşaqlar, çox adam burada beyni yazır. Constant sözünü. Bu deyir ki, istifadə edildikcə, bəli, bu deyir istifadə edildikcə tükənməyən. Konstant ümumiyyətlə uşaqlar sabitdir, yəni dəyişmir zaten. İstifadə elədin, eləmədin, bu dəyişməz qalır. Yəni, bu daha çox riyazi termindir, yəni sabit də dəyişməyən bir şeydir. Yəni, onu da istifadə elədin, eləmədin, burada tükənmə məsələsi olmur. Ona görə B-ni atıram buradan, getdi öz işinə. Sonra gəlirəm D-yə, extinct sözünə. O nə deməkdir, kim deyər? Yox, nəsli tükənmiş. Bəli. Yəni, artıq nəsli tükənib, yoxdur. Amma endangered uşaqlar, yaxşı sözlərdir. Essədə yaza bilərsiniz. Əgər buna bənzər nəsə düşsə, bax, endangered o deməkdir, təhlükə altındadır. Yəni, nəsli tükənməkdə olandır. Məsələn, heyvan növü, ya ağac növü. Məsələn, some endangered tree species, yəni bəzi nəsli tükənməkdə olan ağac növləri. Bu nəsli tükənməkdə olandır.
Elə dangerdən tutmaq olar da təhlükədədir. Təhlükəyə düşüb. Amma extinct ücü nəsli tükəndi, yoxdur, bitib. Doğru cavabında qalır. C variantı uşaqlar. Enable sözünü bilirsiniz. Yəni ki, bərpa oluna bilən, öz-özünü yeniləyə bilən anlamında gedir. Okay, good. 23-ə baxaq. Var səhviniz 23-də. Evet, yaxşı. Bir də mübadələşdirin. 24. Uşaqlar, məhsulda deyir ki, cümləni seçin. Məhsulda. Bunu keçən dəfə, desən keçən dəfə deyil, ondan əvvəlki dəfə bilmirəm, amma nə demişdi bununla bağlı? Dedi ki, bu şərti istəyirsə, deməli mən nə axtarmalıyım? Zamanın strukturlarını. Yəni, o cümlədə to be üstəgəl V3 olmalıdır. O cümlədə to be plus being plus V3 olmalıdır. Yəni, nə bilim, have been, has been, had been üstəgəl V3 olmalıdır. Belə bir şeylər. Gəlin birdən başlayaq analiz eləməyə. Məsələn, 1 düz olmayacaq. Niyə görə düz olmayacaq? Çünki bu derizdir. Bu, bəli. Niyə görə? Çünki bunu təsdiqə çevirəndə uşaqlar nə olur? Deriz. Sözümün canı birisi nədir? Bu iz nəyə aid oldu? Bax buna. Bunun izidir. Frozen burada feili sifət kimi gedir. Donmuş ət. Yəni daha, məsələn, bəzən tələbə fikirləşir ki, is frozen. Bir müəllim var da, is də var, frozen da var. Məsələn, onu götürür V3. Amma mən də onu deyirəm ki, bu is derin izidir. Bu izin bu frozen'a heç bir əlaqəsi yoxdur. Biri atdım. İkidə uşaqlar, ümumiyyətlə struktur yoxdur. Bax, fikir verin. Burada bir was-dan, were-dən, əmizardan, nə bilim, have been-dən, had been-dən nəsə bir şey varmı? Deyəsən, bu məhsuladır. Yoxdur, bax, fikir verin. Bir dənə told var. Bunu told yazıblar. O da ki, mənim işimə yaramaz. Was told olsa bəlkə hə. Were told olsa, nə bilim, had been told olsa bəlkə hə. Götürmək olar. Getdi öz işinə. Amma 3-ə bax, təsdiqə çevir də, əgər has been-ni qarışdırırsa. The baby has been adopted. Baxın, has been adopted. Qəbul edilib. 4-də də bax, fikir verin. Was seen. 3 ilə 4 demək götürmək olur. Hədir. 2-də şey yoxdur. Qadir, struktur. Yəni, struktur dediyim nədir? Bax, 3-ə bir dənə diqqətlə bax. Nə var burada? Has var. Sonra nəyi var? Bini və nəyi var burada? Feili, adopted. 4-də nə var? Bu bir üstəgəl nə var? B3, was seen. Amma 2-də gör, has been-dən, had been-dən nəsə var toldun qabağında. Bax, fikir ver. Ya was-dan, were-dən var qabağında, əmizardan nəsə, yoxdur. Demək, o strukturu verməyib deyə, 2 nə olur məndə? Yanlış olur. Bizim aydındır, nə demək istədim, yoxsa? Çünki hər zaman uşaqlar öz strukturu var da. Yəni sən zamanlara uyğun məhsul götürürsən də. To be yenə deyirəm, to be üstəgəl V3 olmalıdır. Ya modal üstəgəl be üstəgəl V3 olmalıdır. Yəni bunlar artıq məhsulun strukturudur. Necə ki 3-də deyirəm, baxıram ki has var, been var, adopted. Has been adopted. Bu olur indiki bitmişin məhsul növü. Götürdüm. Ya 4-dəki was seen to be üstəgəl V3-dür. Was olduğuna görə keçmiş sadənin məhsuludur. Birən məhsuldadır. Amma 2-də axı yoxdur o struktur. Hanı, bax, toldun qabağında heç nə yoxdur. Ona görə götürmək olmaz. 25-i də deyək, uşaqlar, əgər aydındırsa, burada problem yoxdursa. 25-də baxın, desperate sözü var, ümidsiz deməkdir. Hopeless. Gloomy, kədərli deməkdir. Bunun tutqun mənası da var, havaya aid olanda. Sədlə götürürlər. Cheerful-dur, uşaqlar happy ilə verirlər, xoşbəxt. Exhausted, tükənmiş, yorulmuş. Bu daha çox tired'ın sinonimidir və daha belə extremely, yəni ki, ekstrem dərəcədə yorulmaqdır. Ta ki siz bu 3-cü cəhdə girənə qədər yoruldunuz, tükəndiniz, exhausted. Entertaining də əyləndirici deməkdir. Əyləndirici anlamında gedir, əyləndirin. Belə. Sonra, əgər buralıqda bitdisə, kimisəsə bir əlavə sualı sözü yoxdursa, mətnə qayıdaq. Mətndən, dinləmədən, harada varsa səhviniz deyin.
Hı. Valla dinləmədən də deyə bilərsiniz. Əgər qaranlıq qalıbsa, mətndən də deyə bilərsiniz. Yəni birinci mətndən başlaya bilərik. 1-2. 6-1. Hə, çox gəldim. Bilmiyorum, görə yox. Uşaqlar, 6-1 ilə 6-2 əslində sadədir. Sadəcə orada məsələ nədir? Bir məqamı tutmaq lazımdır. Bu burada yazıb ki, İmperator Pedro, bura baxın, İmperator Pedro məsləhətçisidir ki, kimin? Josun, fikir verin. İmperator Pedro ona məsləhətçidir. Amma mətnə qaydanda yerləri tərsədir. Lalə, sən səhvindəsən. Diqqətlə bax bura. Bax, fikir ver. Biz biraz diqqətli olun uşaqlar. Bax, gördün, xırdaca bir dənə şey görə getdi balım. Hədər olur. Bax, görürsünüz uşaqlar, yerləri tərsə düşüb. Pedronu qabağa qoyub, Jos düşüb arxaya. Amma əksinə olmalıdır. Bu kişi, bu imperatorun nə idi? Məsləhətçisidir. Sonra gəldi, necə sual başa düşmədim mən. Yox, buna baxacaq da bundan uşaqlar. Hə, başa düşdüm. Əgər qrammatikada kimisə əlavə səhvi varsa deyə bilər. Yəni ki, sonradan qoşulubsa. Amma əlavə yox. Elə bu, bunun üzərindən gedəcək. Deməli, harada qalmışım, fikrim yayında. 6-2-də. Yazıb ki, İmperator Pedro 6-2-də belə yazıb. Braziliyanın, belə deyək də, General Assembly-sinə, yəni ki, Ümumi Assambleyaya yeni paytaxt bağlı fikri təqdim elədi. Prezident nə deməkdir? Təqdim eləmək, vermir. Amma burada fikir versəz uşaqlar, sadəcə o Pedronu sizə çaşdırmaq üçün qoyub bu hissəyə ki, e, Pedronun məsləhətçisi Jos tərəfindən yaradıldığı o paytaxt fikri. Və sonra yazıb, hansı ki, bu plan təqdim edildi bu assambleyaya, təqdim edilir. Amma bunu kim təqdim edib? Uşaqlar, bu konkret olaraq yoxdur. Yəni, Pedro bunu təqdim edib, bura yazmayıb. Sadəcə deyir ki, bu planı kim yaratdı? Jos yaradıb. Bu da Pedronun məsləhətçisi idi. Hansı ki, planda nə elədilər? Həmin o şeyə, necə deyərlər, e, nümayəndəliyə təqdim olundu. Kim təqdim edib, bu yoxdur. Və davamında yazıb ki, praktisədə, yəni ki, şeydə keçirmədilər, reallaşdırmadılar dərhal. Bu formada. Ona görə Pedro təqdim eləyib demək düz deyil. Bunu da ona görə post götürür. Yaxşı. Sonra uşaqlar. 6-3 dedik. Elə 6-3 də Aysel. Yox, Aysel sən səhvindəyin. Qarışdıra bilərəm səs. Burada yazıb ki, e, prezident nə deməkdir? Bayaq da dedim. Verən kimdir, nümayiş etdirən kimi, təqdim edən kimi. Və yazıb as soon as it was presented. Yəni təqdim olunan kimi yeni paytaxt planı nə oldu? Reallaşdı da, praktisiyə, təcrübəyə keçirildi, həyata keçirildi. Amma orada nə yazmışdı ki? Yazmışdı ki, e, wasn't put into practice. Görə bilirsən. Yəni təqdim olunan kimi bunu həyata keçirməyiblər. Üstündən müəyyən bir müddət keçir, həyata keçirirlər sözü, amma bir müəyyən bir müddət keçəndən sonra. Ona görə bu nə olmalıdır? Bu da false olmalıdır. Uşaqlar, bu arada bu hamısı false çıxıb bunun, onu da deyim. Qəbulda belə olmaz ha. Sadəcə mən bu testi tərtib edəndə bu köhnə ilin qəbuludur, mətn suallarıdır. Və bunun true false-unu mən o şeydən, variantlardan götürüb eləmişəm və fikir verməmişəm. Yəni burada bir dənə true olsun, iki dənə true olsun. Sadəcə elə belə tərtib eləmişəm, aydındır. Ona görə də false alınıb hamısı. Amma qəbulda qətiyyən 4 dənə false olmaz. Yəni 3 false varsa, deməli biri true olmalıdır. Ən azından. Sonra. Deyin dostlar. Yoxsa rəydə nəsə varsa onu da deyin mənə. Görə bilmirəm.
7-də elə onu deyəcəkdim uşaqlar sizə. Distinktiv sözü fərqləndirici deməkdir. Elə burada xırda-xırda yazdım, sizə bir kopya verməyə çalışılır. Fərqləndirici, distinktiv. Yəni fərqləndirici demək fərqlidir, belə götürək. Different, müxtəlif, various sözü, müxtəlif, sinonimlər bir-birləri ilə. Fərqli sözü də uşaqlar, buna ən yaxın nə ola bilər? Fərqlənmə. Fərqlənməyə məncə ən yaxın D-ni götürmək olar. Niyə görə? Having or giving an uncommon and appealing quality. Yəni nə ilənsə bağlı uncommon. Uncommon nə deməkdir? Xas olmayan, ortaq olmayan xüsusiyyətləri və yaxud da cəlbedici keyfiyyətin olması. Appealing cəlbedici deməkdir, elə deyil. Cəlbedici keyfiyyətin olması. Ki onu fərqləndirir. D-ni götürə bilirik. Məsələn, C-də yazıb tutaq ki, eyni vaxtda baş verən, at the same time. Bu düz deyil. Eyni vaxtda baş vermək, mövcud olmaq, bu başqa şeydir. Y-də yazıb ki, başlanğıcla əlaqələnən, relating to the beginning. Bu da əlaqəsizdir. B-də ümumiyyətlə uşaqlar idarə etmədən danışır. Məktəbin, bir şirkətin və ya hər hansı bir təşkilatın menecmenti ilə əlaqələnən, idarəçiliyi ilə əlaqələnən. Bu da getdi öz işinə. Və A-da yazıb ki, şey kimi, rəsmi, rəhbərlik kimi tanınan, bilinən, qeydə alınan, bunu da atıram. Doğru cavabım qalır mənim D variantı. Yaxşı. 8-ə baxaq. Uşaqlar, səhviniz var 8-də. 9-da baxın. Inauguration sözü inaugurasiya deməkdir. Elə bizə də inaugurasiya deyirlər uşaqlar. Nəyinsə açılış mərasimi ola bilər. Və yaxud da krallar üçün inaugurasiya olanda deyirlər kralın tac taxma mərasimi, inaugurasiya. Bax yazıb ki, paytaxtın inaugurasiyasından sonra nə baş verdi? İnaugurasiyasından bəri də belə deyil, nə baş verdi? Since. Uşaqlar, gedirəm onun üçün, inaugurasiya olanda təbii ki, mənə ipucu veribdi, inaugurasiyadan danışan hissəyə getməliyəm. İnaugurasiya da hardadır? Bax, burada. Da mətnin hər tərəfinə gedib baxmıram. Yenə deyirəm, mənə inaugurasiya istəyirsə, gəlməliyəm həmin o hissəni tapım. Yazıb ki, onun inaugurasiyasından bəri, söhbət təbii ki, paytaxtdan gedir. Braziliyanın əhalisi, uşaqlar, baxın nə yazıb bura? Grown at a rate that exceeds initial expectations. Yəni, ilkin gözləntini, expectation sözü gözləntidir. Initial da ilkin. İlkin gözləntini, belə deyək də, artıqlaması ilə keçdi. Exceed o deməkdir ki, keçmək, ötmək, aydındır. Yəni, uzun sözün qısası, əhalisi nə olur? Artır, böyüyür. Və belə deyək də, Braziliyada ən çox məskunlaşılmış 3-cü şəhər olur. Onda belə deyək, inaugurasiyadan bəri nə baş verdi? Şəhərin əhalisi nə elədi? Artdı. Bax, mənə bu lazımdır, bu cümləni tapmalıyım, elə deyil. O cümlədə bax, hardadır? A variantında. The number of people, yəni Braziliyada yaşayan insanların sayı əhəmiyyətli dərəcədə artdı. Significantly sözü əhəmiyyətli dərəcədə deməkdir. Bir də uşaqlar, the number of-un qaydasını keçən dəfə demişdim. Bax, özündən sonra gəlir cəmisim. Xəbər nədədir? Təkdə. Bu qaydanda yadımıza salmış olan. Decrease azalmaqdır. No change dəyişiklik olmadı. D-də yazıb tarixi bir yer kimi bilindi. Bu da əlaqəsizdir. Y-də də yazıb ən az məskunlaşılmış. Less. Amma mən orada ən çox demişdim. Ona görə Y-də gedir. Yaxşı. Sonra 11-1. Bu 10-da sualınız yoxdur. Qaydasında dərsi olur. Dostlar, ən yollu söz nə deməkdir? Kim deyər? Ən yolu. Deyin. Kim bilir? Ən yol ümumiyyətlə nə anlama gəlir? Falan.
İlliyə, bəli. Uşaqlar, burada elə onu səhv eləyən, bu ən yolu sözüdür. Bu yazıb ki, rituallar, yəni mərasimlər illik olaraq keçirdi. Yəni illik nə deməkdir? Hər il baş verirdi. Amma burada yazıb ki, mətndə müntəzəm şeylə gedirdi. Yəni müntəzəm nə deməkdir? Tez-tez olurdu. Baxın, hətta heç onu qoyuram kənara. Aydın burada daily yazıb. Daily rituals. Bax, fikir verin. Yəni günlük rituallar idi bunlar. Gündəlik mərasimlər. Ona görə bunun səhvdir. Ən ilə vermək. Ona görə də bunu götürürəm false. Sonra neçə? 11-4 var. Uşaqlar, 11-4-də yazıb ki, Çində deməli, aşağı təbəqələrə dırnaqlarını rəngləmək qadağan edilmişdir. Was forbidden for yəni lower classes aşağı təbəqə deməkdir. Aşağı təbəqələrə dırnaqlarını rəngləmək qadağan edilmişdir. Uşaqlar, bu əslində mətndə var, buna bənzər bir şey. Amma orada yazıb parlaq rənglər rəngləmək olmaz. Bright colors'dır məncə. Bright color, harada da görünmür. Bu hissədədir. Yəni parlaq rəngləməyə icazə vermirlər də. Ola bilər bəlkə fərqli bir rənglə, nə bilim, mat rəng rəngləyə bildilər, parlaq olmasın adi rənglə. Çünki bütün rənglərə icazə vermirlər demək düz gəlmir. Amma bir tərəfdən də indi belə fikirləşirəm ki, Çində bir tərəfdən də baxanda rəngi də qeyd eləməsi ümumilikdə qadağa var idi də rəngləməklə bağlı. O biraz dərinlik hissəsidir. Bilmirəm, bəlkə də sən elə fikirləşib turu yazmısan. Ola bilər. Amma belə ümumi götürən daha səthi üzdən gedəndə, yəni parlaq rənglərə icazə vermirdilər uşaqlar. Amma digər rənglər ola bilər ki, hə, barmağını rəngləsin də. O baxımdan bəli, false yazmaq olur. Belə. Mənim fikrim bu. Əgər sualınız varsa verə bilərsiniz. Baxaq, onda 13-ə. 13 kim soruşdu? Qısmayla. Maintain sözü. Maintain saxlamaq deməkdir. Maintain, bu söz. Bax, deyir ki, öz gözəlliyini qoruyub saxlayırdı. Yəni, nə isə saxlamaq, nə isə eyni səviyyədə apara bilmək anlamında gedir, maintain. Və ona görə də, yaxşı, ona da baxarım. Demişəm ki, bunun davamını gətireyim. Burada, yəni, hə, become worse, daha pis olmaqdır, bu getdi öz işinə. Xəstəlikdən sonra yaxşılaşmaq, bu da getdi öz işinə. D-də yazıb ki, bir xəstəliyi və yaxud da zədələnməni müalicə etmək, bu da düz deyil. Bir sözü bilirsiniz də, müalicə eləmək anlamında gedir. Heal da var uşaqlar, sağaltmaq anlamında. 7-də yazıb ki, kimisə daha yaxşı görünüşlü etmək, onun görünməsini şey eləmək. Qalıb C, keep something at the same level, nə isə eyni levelda saxlaya bilmək. Ona görə C-ni də silirəm buradan. Yoxsa C-nin cavabını götürürəm. Gəlirəm 14-də uşaqlar. Yazıb ki, in the middle age, yəni ki, orta dövrlərdə royal sözü bilirsiniz də, royal nə deməkdir? Royal uşaqlar, kral deməkdir, krala məxsus. Burada deməsi, kralın ailəsi Avropada orta dövrlərdə evdə qalırdılar daha çox. Fikir verin, at home, evdə anlamında at qoydular qabağına. Stayed at home, most of the time, yəni əksər vaxtda evdə qalır. Səbəb nədir? Çıxıram yuxarıya. Bunun uşaqlar cümləsi buradadır. O fikir verin, bu hissədədir. Higher class. Orada royal family yazıb. Burada uşaqlar higher class yazıb. Yəni yüksək təbəqə. Throughout-da dönəmində, dövründə və o anlamda gedir. Yəni orta əsrlər dönəmində Avropada ideal gözəlliyi nə sayılırdı yüksək təbəqələr arasında? Solğun dəri. Pale nə deməkdir? Solğun. Skin də dəridir uşaqlar. Pale, solğun dəri. Və bu səbəbdən, for this reason, bu səbəbdən
Royals, yəni ki, krala məxsus insanlar, kraliyyət ailəsi və yaxud da krallıqda yaşayan adamlar qapalı yerlərdə qalırdılar, indoors. Yəni ki, evdə qalırdılar daha çox. Indoor nə deməkdir? Qapalı deməkdir. Qapalı mühitlərdə qalırdılar. Belə. Və səbəbləri də uşaqlar nə imiş evdə qalmağın? Çünki həmin dönəmdə ideal gözəllik hesab olunurdu ki, solğun dəridir. Yəni solğun dəridə hər halda burada ağbəniz olmağı nəzərdə tutur da. Yəni günün qabağına adam çıxanda qaralır axı biraz. Bax belə. İndi ona görə səbəb nə oldu? Elə A variantı. Çünki həmin günlərdə şey görünmək, solğun görünmək belə fashionable hesab olunurdu. Dəbli hesab olunurdu. Ona görə A-nı götürə bilərik. Götürək A-nı. Bəzi tələbələr dolayı yollarla şey götürür. Məsələn, B-də yazır ki, çünki istəmirdilər ki, onların dəriləri zədələnsin. Məsələn, tələbədir ki, müəllim B də olar da, çünki mətnə görə düzdür də, günəş onların dərisini zədələyə bilər. Uşaqlar, əslində məntiqən götürəndə, elə getsək, B-ni də götürə bilərsən, C-ni də, D-ni də, əslində bunların hamısı uyğun gəlir bura. Sadəcə məndən istənilən bu cümləni tamamlamaqdır. Sizə mən demişəm axı, mətndən sizə cümləni verəndə siz mətnə görə tamamlayırsınız. Yəni, o hissə mətndə necə tamamlanıbsa, sən də onu elə verməlisən. Və mən bir daha qalxam yuxarı göstərmək istəyirəm. Bax, fikir verin. Burada mənə verilən səbəb nədir? Gözəllik nümunəsi kimi veriblər ki, solğun görünmək, ağbəniz görünmək, gözəllik, ideal gözəllik hesab olunurdu. Buna görə cəmaət evdə qalırmış. Yəni, səbəb budur. O baxımdan da heç o digər variantlara baxmadan deməli A-nı götürür. Yaxşı. 15-də var problemimiz uşaqlar. 15-də burada bir dənə də variant artıq olmalı uşaqlar. 3. Desən 3-ü yazmamışam. Düzdür. Bu 3-ü də götürmək lazım uşaqlar. O mənim gözümdən qaçıb. Yenə deyirəm, bunu tərtib eləyəndə mən fikir verməmişəm də. Əslində 4 dənə cavab olmaz. Yəni dildə ya 2 dənə olur minimum. 3 dənə nə qədər olur? Daha doğrusu maksimumda 3 dənə olur. Amma burada Kleopatra kimdir deyir. Onun da cavabı var. Kimdir bu insan? Misirin kraliçası deyəsən. Kleopatranı geri tapaq. Bax, fikir verin. Famous Egyptian Queen. Bax, fikir verirsiniz. Məşhur Misir kraliçası. Misirli kraliçə. Ona görə götürə bilərik. Bu da doğru cavab daxil. 3 də olur. 2 də var. 1 də var. 4 də var. Bir dənə 5 yoxdur. Ki, şifadır. Yəni, həmin o yağ hardan gəlir, hansı ölkədən gəlir, onu verməyib.